Kürdəxanda isə 53 minə yaşayışlı 2 otaqlı evlə gəlmişəm. Həyətində obyekti də var. Ətraflı göstərəcək. Ev 4 bir tərəfdən heç bir evə birləşik deyil. 2 sota yaxın torpaq sahəsinin içərisində 1.8-dir. 6 daş kürsü ilə dairə evə qoşulur. Üstü də mansarddır. Mansardda otaqlar bölünməyib. Yəni alan müştəri neçə istəyirsə bölə bilər. Həyətində hal-hazırda obyekti var. Ev yiyəsi özü oranı işlədir. Həm yaşayır, həm də obyekti belə deyə işlədir. 6 daş kürsüdə yaşayışlı 2 otaqlı həyət evidir. Üst mansardda, mansarda çıxış yoxdur, çünki mansard təmirsizdir. Evin giriş hissəsi. Solda qonaq otağı. Bəli, ümumiyyətlə bütün kommunal sistemləri var. Hər birinin sayğacı qoyulub, istili sistemi kombidir, kombis radiatorlar var. Açıq qoydum qapını, bağlama. Mətbəxidir, mətbəx mebeli var, evdə yaşayışçıdır. Burada da bir dənə balaca bir yataq otağıdır. Sanitar qovşağı, sanuzeli ikisi bir yerdə də havalandırma sistemi də var. Qiymət 53 min manatdır. Real müştəriyə ev yiyəsi tərəfindən endirim olacaq. Qapısa kimi asfaltdır. Pirşağı Kürdəxanın yolundadır, dənizə gedən yoldadır. Magistral yola da yaxındır. Yoldan evə piyada gələ mümkündür. Belə əzizlərim, videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.